rus dili bilənlər üçün olan işlərdən bəhs etmək istəyirəm. Bir sıra işlər var yoldaşlar rus dili bilənlər üçün. İndi onlardan bəhs etmək istəyirəm. Bir təxminən 6-ya yaxın vakansiyadan bəhs etmək istəyirəm. Əlbəttə ki, bu demək deyir ki, rus dili bilənlər üçün olan işlər bunlardan ibarətdir. Xeyr, mən sadəcə nisbətən az şərti olan, az meyarları olan vakansiyalar sizin üçün seçib paylaşıram ki, xəbərdar olasınız, məlumatsız qalmayasınız, vaxtında görəsiniz bu işləri və vaxtında gecikmədən müraciət edəsiniz. Məsəl üçün, Vesketsdə var reception uşaq bağçası işi. Rus dilində nitq qabiliyyətiniz varsa, bir iş var, ciddi şərti yoxdur. Şərtlərindən digər variantlarından şərtlərindən, daha doğrusu digər şərtlərindən biri budur ki, Office proqramlarında Word, Excel-i bilin. Bağça daxili müəyyən çəkilişləri həyata keçirin. Çəkilmiş materialları montajını icra edin. Varsa, yəni bir növ SMM və reception qatışı bir işdir. Bu vakansiyaya müraciət edə bilərsiniz. Əmək haqqı da sizin bilik və bazarınıza uyğun təyin olunur. Bundan əlavə başqa bir iş də var. Əməliyyatlar üzrə biznes assistent işi var. Milli Məclisin yaxınlarındadır, Agromarkdadır. 23-30 yaşlı kişisinizsə, rus dilini bilirsinizsə, sınaq müddətində 700-800, sınaq müddətini uğurla başa vurduqdan sonra isə 900.000 manat, üstəgəl bonuslu olan bir iş var. Excel və digər ofis proqramlarından yaxşı istifadə etməyə bacarmalısınız, yoldaşlar. Multitasking bacarınız olmalıdır. Buna və satış menecerinin köməkçisi işi də var, 500 manatdır. Tələblər budur ki, rus dilini mütləq bilin, kompüter biliyiniz yaxşı səviyyədə olsun, səlik, şifahi və yazılı ünsiyyət bazarınız olsun. Başqa iş də var, rus dili müəllimlərinə sərf eləyə bilən. Bunun əmək haqqısı 1000 manatdır. İnq akademidadır. Həm xanımlar, həm bəylər üçündür əslində bu iş. Rus dili üzrə ali təhsil dərəcəniz varsa, rus dili müəllimliyi üzrə minimum bir illik iş təcrübəniz varsa, buyurub müraciət edə bilərsiniz. Sonra Paşa Life-da iş var. İnzibati İşlər Şöbəsinin kiçik mütəxəssis işi var. Qəbul bölməsində əməkdaş işidir. Orada da, misal üçün, sahil iş təcrübəsi tələb olunmur. İngilis dilini orta bilməlisiniz, rus dilində əla bilirsinizsə, buyurub şansınızı yoxlaya bilərsiniz, müraciət edə bilərsiniz. Paşa Life-da. Sonra Celt College var, yəqin ki, işləmişsiniz, kurslardır. Orada, misal üçün, ofis menecerinin özü yox, köməkçisi lazımdır. Ali təhsillisinizsə, rus dilini bilirsinizsə, ofis proqramlarında işləmə bacarınız varsa, 10 saatlıq iş rejiminə malik belə bir iş var, əmək haqqısı da intervyuda danışılır. Bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud digər işlərlə də tanış olmazsa, ümumiyyətlə, iş